Salam hörmətli müəllimlər, hər birinizi salamlayıram. Mən bu günlərim sizə müsahibə mərhələsində veriləcək suallardan biri və birincisi ilə tanış etmək istəyirəm. Təlim nəticəsi. Təlim nəticəsi şagirdlərin dərsin sonunda hansı biliyə, bacarığa yiyələnəcəyini əvvəlcədən müəllimin müəyyən etməsidir. Və dərsin əvvəlində şagirdlərə elan olunur təlim nəticəmiz. Təlim nəticəsi dinamik feillərdən ibarət olmalıdır və təlim nəticəmiz şagird mərkəzli olmalıdır, smart planlama texnikasına uyğun olmalıdır və təlim nəticəmiz 6 standartdan alınır. Yəni müəllim özü onu 6 standartdan çıxarır. Və təlim nəticəsini çıxararkən bir müəllimin etdiyi səhvləri də mən sizə sadalayacağam. Yəni təlim nəticəsini çıxararkən stativ feil götürəriksə, təlim nəticəsini çıxararkən müəllim mərkəzli götürəriksə, təlim nəticəsini daha çox mürəkkəb götürəriksə, təlim nəticəsini dərsin sonunda elan edəriksə, bir də maksimum 2 və ya 3 təlim nəticəsi götürəriksə, bir müəllimin etdiyi səhvlər də bunlardır.